20 avqust 2009-cu il. Bakı vaxtı ilə saat 23:00-dır. İlk dəfə Azərbaycan komandası UEFA turnirlərində play-off mərhələsinə çıxıb. Həm də ikisi birdən. Bakı həmin gün artıq öz meydanında Bazelə 3-1 hesabı ilə məğlub olub. Ümid Qarabağa qalıb. Listrov moet oppassen, want ja, hier komt hij. Ja, daar is hij. Wat een domper en wat een geklungel achterin bij FC Twente. Vugar Nadirov is de doelpuntenmaker voor Karabağ Agdam. Qarabağın 17 nömrəsi Vugar Nadirov 8-ci dəqiqədə Hollandlılara şok yaşatdı. Amma təcrübəli Twente Douglas və Brian Ruiz'in 2 qolu ilə səfər öncəsi avantaj əldə elədi. Bakıdakı oyun da qolsuz bərabərliyi ilə başa çatandan sonra ümidlərimiz başqa bahara qaldı. Twente ilə qarşılaşmadan sonra Qarabağ 2 dəfə də qrup mərhələsinə adlamağa cəhd etdi. Bu dəfə play-off mərhələlərində almanlara Dortmund və Eintracht ilişdi. 21 avqust 2014-cü il. Bakı vaxtı ilə saat 21:00-dır. 4-cü cəhd. Yenə başa qayıdırıq. Bakıdakı qarşılaşmada rəqibindən üstün oyun nümayiş etdirən Qarabağ 0-0 bərabərliyi ilə inamlı yollanır. Sol janatda boşluqdur və yaxşı gördü sol janatdakı boşluğu. Ansiagoli sol janatdan hücuma qoşulur. Agoli incəlmə meydançasına ötürməsi, qapıya zərbə vurmaq lazımdır və gol! Qarabağ hesabı bərabərləşdirir. Muharrəmin qolu oyunun 51-ci dəqiqəsində Qarabağ hesabı bərabərləşdirir. 28 avqust 2014-cü il. Bizim vaxtla saat 23:36-da ekran qarşısındakı minlərlə azarkeş bir ağızdan şərhçi ilə həmrəy oldu. Qarabağ bu qolla həmin dövrün səfər qol qaydasına görə Neftçidən sonra Azərbaycan futbol tarixində ikinci, öz tarixində ilk dəfə Avrokuboklarda qrup mərhələsinə vəsiqə qazandı. Beləliklə 51-ci dəqiqə və Qarabağ Hollandiyada hesabı bərabərləşdirir. 1-1. Qarabağ iki görüşü nəticəsinə əsasən Dinamo Kiyevi mübarizədən kənarlaşdırdı. 2-0 hesablı qələbə. 20 avqust 2026-cı il. Hər iki qarşılaşması Qarabağın Avrokubok tarixlərində ilkə çevrilən Twente ilə yenidən qarşılaşırıq. Kitabın ortasından başlamaq istəyirəm. Qarabağ bu dəfə də Twente-ni keçə biləcək, yoxsa 17 il öncə eyni gündə baş verən məyusluğu bu dəfə də yaşayacaq?